Salam əziz izləyicilər, daimi izləyicilərim bilir. Mən bu ağacın xəstə vaxtını bir neçə dəfə balaca videolarda çəkib göstərmişəm. 2 dəfə buna dərman vurdum. Xorus və skor. Və indi görün nəticəsinə baxaq. Bir də axırıncı dəfə. Bu təzə böhrələr verdi, yarpaqları da cumraqdır. Meyvələri də inkişaf eləyir. Burada meyvəli və meyvəsiz ağaçlar var idi. Görürəm inkişaf eləyir. Amma bunun bir şeyə də ehtiyacı var. O da nədir? Azot gübrəsi. Azot gübrəsi, bəzən boy gübrəsi də deyirlər ona. İndi gətirim bunlara, bu ağaçlara boy gübrəsi də verim. Biraz cumraq olsunlar. Bax, bunların üstündə şaftalı ağacıdır. Bunların üstündə meyvə yox idi. Bunda da yarpaq bükülməsi var idi. Meyvə yox idi. Amma bax, xlaroz xəstəliyi var bunda. Bunda xlaroz xəstəliyi var. Ola bilsin bunda da var, hələ özünü elə göstərmir. Bax, belə çətin imiş ağac yetişdirmək. Görürsünüz. İndi gətirim boy gübrəsi vurum. Bu xəstəlikdə bir müddət qalsın, dəqiqləşdirim, görüm nədir. Dəmir çatışmamazlığıdır, bor çatışmamazlığıdır. Nəysə çatışmamazlığı var bunun. Onu da həll eləyərik. Maraqlı bir xəstəlik. Bax, bu həşəratdır. Bilmirəm, ölü həşəratdır, diri həşəratdır. Ölü oxşuyur, çünki 27-sində buna zəhər vurmuşdum. Nə zəhərdir bilmirəm. Bir yaxşı adam öz bağına qulluq elədiyi, vurduğu zəhərdən gətirib mənim bağıma da vurdu ki, bunsuz bir şey əldə eləyə bilməyəcəksən. Yəqin ki, bu ölüdür. Gilasdır bu ancaq. Yaxşı, buna da əlac eləmək lazımdır. Ən azından bunu kəsib atmaq lazımdır. Bu qopartmaq. Özünü də aparır tonqalda yandırmaq. Elə bunu əlim çatır, bu dəqiqə bunu eləyim də. Getdik tonqala. Burada kül var. Əvvəl yandırmışdım, burada ocaq. Həmin yerə atım, bu balaca ocaqda bunu yandırım. Yaxşı, sağ olun, çox vaxtınızı almayayım. Mən onsuz da balaca videolar çəkirəm ki, yorucu olmasın. Baxasınız, əsas məlumatı əldə eləyəsiniz, amma vaxt itirməyəsiniz. İzləyin məni, hərdən bir salam göndərin.